Salam, mən Sübhan Musayev. Bu videoda sizə informatika dərslərim haqqında məlumat verəcəm. Bu dərslər 1-ci qrupa Riyaziyyat İnformatika alt qrupu üzrə hazırlaşan abituriyentlər üçün nəzərdə tutulub. Yəni 10 və 11-ci sinif şagirdləri Azərbaycanın bütün bölgələrindən mənim dərslərimə qoşula bilər. İndi isə dərslərin keçirilmə forması haqqında danışaq. Hazırlıqlar necə keçirilir? Həftədə 2 dəfə Zoom dərsimiz olur. Bu dərslərin müddəti 1.5 saatdır. Amma mövzunun çətinliyindən və qrupda olan şagirdlərin suallarının çoxluğundan, azlığından asılı olaraq müddət dəyişə bilər. Bəzi hallarda dərslərimiz 1.5 saat yox, nisbətən daha uzun ola bilir və 2 saata qədər çəkə bilir. Ayda 2 sınaq. Ay ərzində bizim 2 dənə sınağımız olur. Bu sınaqlar kursda keçirilir. Amma biraz əvvəl qeyd elədim ki, mənim dərslərimə Azərbaycanın bütün bölgələrindən qoşulmaq mümkündür. Əgər şagird, məsələn Bakıda deyilsə, hansısa başqa bir bölgədən, rayondan qoşulursa, o zaman kursa gəlmə imkanı olmadığına görə sınaqları onlayn formada işləyə bilir. Sınaq nəticələri şagirdlərin qrupuna göndərilir. Dərs zamanında şagirdlərin ev tapşırığı ilə bağlı sınaqlar işlənilir və şagirdlərin bilikləri bu sınaqlar sayəsində daha da təkmilləşdirilir. Mən sizə etap-etap dərslər haqqında məlumat verəcəm. Hələlik istifadə edilən vəsaitlər haqqında istəyirəm qısa şəkildə danışaq. 2 dənə əsas vəsaitimiz var. Bunlardan biri sol tərəfdə şəklini gördüyünüz mənim School'da hazırladığım kursdur. School haqqında, kurs haqqında videonun sonunda məlumat verəcəm. Bu informatika kursu, müəllim və abituriyentlər üçün adlı kursdur. Burada mövzuların video izahı, PDF şəklində konspektlər, materiallar və mövzularla bağlı testlər mövcuddur. Sağ tərəfdə gördüyünüz kitab isə hər birinizin tanıdığı Dövlət İmtahan Mərkəzinin informatika test toplusudur. Amma bu kitabı almamısınızsa hələlik almayın. Baxın, mən bu videonu iyul ayında çəkirəm və 2026-cı ildə bu kitabın yəqin ki, avqust ayında yeni nəşri çap olunacaq. Yeni nəşrdən hazırlıqlarda istifadə edəcək. Ona görə kitabı kim almayıbsa gözləsin, yeni nəşr çap olunduqdan sonra kitabı əldə edər. Keçirik növbəti hissəyə. Zoom ilə dərsə qoşulma haqqında danışaq. Deməli, şagirdlər cədvəl üzrə dərslərə qoşulurlar. Yəni əvvəlcədən bizim təyin olunmuş dərs cədvəlimiz var. Misal üçün 1 və 4-cü gün saat 14:30 təyin olunmuş vaxtda şagirdlər dərsə qoşulurlar. Dərslər Zoom ilə canlı formada keçirilir. Baxın, bizim dərslərimiz hibrid dərslər adlanır. Hibrid dərslər niyə görə bu şəkildə deyirik, hibrid adlandırırıq bunu? Çünki normalda adi həftə içi olan dərslərimiz Zoom vasitəsilə olur. Həftə sonu ayda 2 dənə sınağımız var. O sınaqlar isə kursda, kağız üzərində kursa gəlib şagirdlər yazırlar. Dediyim kimi, əgər şagirdin Bakıda olan elmlərdədir kurs, Elmlər metrosunun yaxınlığındadır, Bakıda olan bu kursa gəlmə imkanı yoxdursa, o zaman onlayn formada sınağı işləyə bilir. Dərs zamanı mən ekran paylaşımı edirəm və həm mövzunu, həm də testləri ekranı paylaşaraq, hal-hazırda onsuz da mənim ekranımı görürsünüz, bu şəkildə ekranı paylaşaraq həllərini üzərində yazıram. Ki, bundan bağlı YouTube'da videolarım var, ona da baxa bilərsiniz. Dərsdə Kahoot ilə canlı test işləyirik. Yəni, ev tapşırığı tutaq ki, say sistemləri mövzusudur. Say sistemləri mövzusu ilə növbəti dərs canlı Kahoot sınaq işləyirik və beləliklə də şagirdlərin hazırlıq səviyyəsi ölçülmüş olur. Əsas tələb vaxtında dərsə qoşulmaq və dərsdə aktiv iştirak etməkdir. Təbii ki, bunların hamısına əməl eləsəz, mövzuları yaxşı öyrənsəz, vaxtında dərsə qoşulsaz, nəticəniz də yüksək olacaq. Keçirik növbəti məsələyə. İndi sınaqlar haqqında daha detallı məlumat verəcəm sizə. Ayda 2 dənə sınağımız olur. Bunlardan biri yarım ay sınağıdır, digəri isə ay sonu sınağıdır. Adından da göründüyü kimi yarım ay sınağı ayın ortasında keçirilir, ay sonu sınağı isə ayın sonunda keçirilir. Yarım ay sınaqlarında həmin ay ərzində, ayın yarısına qədər keçdiyimiz mövzulara aid testlər düşür. Ay sonu sınaqlarında isə bəzən son ay keçdiyimiz mövzulara aid sınaqlar, bəzən də hazırlığın başından etibarən həmin ayda daxil olmaqla keçdiyimiz mövzularla bağlı suallar düşür. Burada qısa-qısa izahlar var. Ayda 2 dəfə kursda və ya onlayn sınaq keçirilir. Dediyim kimi, kimlər kursa gələ bilirsə, gəlib sınağı kursda yazırlar, gələ bilməyənlər onlayn formada. Yarım ay sınağı, ay sonu sınağı. Hər iki sınaqdakı suallar dərs zamanı işlənmiş testlərin oxşarlarıdır. Biz testlərimizi Dövlət İmtahan Mərkəzinin test toplusundan, əlavə olaraq School'da olan kursdakı testlərdən istifadə edirik. Davamlı olaraq həmin testləri yazırıq mövzulara uyğun şəkildə və bu ay sonu, yarım ay sınaqlarında da həmin sualların oxşar olur. Beləliklə, həm şagirdlərin bilik səviyyəsi ölçülmüş olur, həm də ev tapşırığını nə dərəcədə işləyiblər. Bu yoxlanmış olur. Ev tapşırığını tam işləyən şagirdlər təbii ki, həm ay sonu, həm də yarım ay sınaqlarından yüksək nəticələr əldə edirlər. Davam edirik. Nə üçün dərslər hibrid formada keçirilir? Baxın, 2026-27-ci tədris ilinə qədər, yəni bundan əvvəlki illərdə mənim həm onlayn
qruplarım, həm də əyani, yəni üzbəüz qruplarım olurdu. Amma mən qrupların statistikasını çıxaranda baxdım ki, onlayn dərslərə qoşulan şagirdlərin nəticələri ümumi olaraq əyani dərslərdə, üzbəüz dərslərdə olan şagirdlərin nəticələrindən daha yaxşıdır. Hal-hazırda siz ekranda 2025-ci il qəbul nəticələrini görürsüz. Baxın, 2025-ci ildə mənim hazırlığımda olan şagirdlərin, burada siyahısı var, hansı şagirdlərin 600 plus nəticəsi olanlar. Təbii ki, bunlardan bir çoxu informatikanı 30-30, yəni tam yazıblar. Digərləri də heç olmasa buradakılar böyük ehtimal ki 27 və daha çox düz cavab veriblər suallara. Siz burada şagirdlərin adlarını, soyadlarını, topladıqları balları, universitet və seçdikləri ixtisasları görürsüz. Ən sağ tərəfdə isə hazırlıq forması var. Gördüyünüz kimi yuxarı tərəfdə baxın, ilk 5-likdə olan şagirdlər 698, onda 3-dən başlayır, azala-azala gedir. Onlayn formada hazırlıqlarımda iştirak edən şagirdlərdir. Sonra əyani onlayn belə qarışıq formada gedir. Yəni baxın, bunu niyə görə göstərirəm? Təəssüflər olsun ki, bəzi hallarda valideynlərdə, bəzi hallarda isə şagirdlərin özündə onlayn dərslərlə bağlı mənfi bir fikir formalaşır. Belə düşünürlər ki, onlayn dərslərdə uğur əldə etmək mümkün deyil. Bax, bu sizin üçün bir statistikadır. Yəni hər hansı bir insanın fikrindənsə real göstəricilər, statistika daha önəmlidir. Təkcə 2025 yox, əvvəlki illərində mən statistikasını çıxartmışam. Orada yəni eyni formada indiyə qədər hər il ümumiyyətlə ən yuxarıda birinci sırada ən yüksək bal toplayan şagirdlərim və ya şagirdim onlayn hazırlıqda olan şagirdlər olublar və buna görə də mən bu ildən etibarən hazırlıq formatını dəyişdirdim. Tam dəyişdirmədim, tam onlayna da keçmədim. Ona görə hibrid bir formada hazırlıqlar bu ildən etibarən olacaq. Yəni dediyim kimi, adi həftə içi olan dərslər Zoom vasitəsilə və ayda 2 dəfə kursda sınaq. Yenə təkrar bir də qeyd edirəm. Deyə bilərsiniz ki, mən rayondan qoşuluram, kursa gələ bilməyəcəm və s. Bu zaman təbii ki, siz sınağı onlayn formada yazacaqsınız. Keçək növbəti slaydımıza. Burada ətraflı məlumat School haqqında. Deməli, mənim dərslərim haqqında ətraflı məlumat almaq üçün virtual-kurs.com saytına daxil ola bilərsiniz. Sayta daxil olanda sağ tərəfdə onlayn dərslərlə bağlı kiçik bir şəkil görəcəksiniz. Onun üzərinə vursaz, dərslər haqqında yazılı məlumatlar orada əks olunacaq. School nədir? Qeydiyyatdan keçmək və s. Videonun sonrakı hissəsində bu barədə danışacağam. Ümumiyyətlə, Schoolda təkcə mənim hazırlığımda olan şagirdlər yox, ümumiyyətlə məni tanımayan, hazırlığımda olmayan şagirdlər də School'a qoşula bilər. Oradakı testlərdən, materiallardan və saitlərdən istifadə edə bilər. Ekranda hal-hazırda gördüyünüz bu cədvəl isə 2026-27-ci tədris ili üçün dərs hazırlıq cədvəlimdir. 10-cu siniflər, 11-ci siniflər üçün olan cədvəl. Gördüyünüz kimi 10-cu siniflərin cədvəli 1 və 4-cü gündür. Qruplardan biri saat 14:30 qrupudur, digər qrup isə 17:00 qrupudur. Digər qrup 11-ci sinif yeni başlayanlar, əvvəlki il hazırlıqda olmayanlar və ya hansısa hazırlıqda olub, lakin bazası zəif olan şagirdlər bu qruplarda 2-5 qruplarında olacaq. Həmçinin əgər 10-cu sinif şagirdinin də cədvəli 1 və 4-cü günlər üçün uyğun olmasa, 10-cu sinif şagirdləri də bu 2-5 qruplarına 11-lərlə bərabər qoşula bilər. Bu qruplarda həm 1-4, həm 2-5 qruplarında bütün mövzular sıfırdan keçiləcək. Yenə də 14:30 qrupu, 17:00 qrupu var və 3-6 qrupu. 3-6 saat 14:30, 17:00 qruplarım var. Eyni formada saatlar eynidir gördüyünüz kimi. Burada olan şagirdlər isə güclü şagirdlərdir. Əvvəlki il hazırlıqda olan və sınaq nəticələri yüksək olan şagirdlərdir. Yəni özünə güvənən, öz biliyinə arxayın olan şagirdlər bu qruplardan hər hansı birini seçə bilər. Və sürətli şəkildə davam edirik, keçirik digər vacib məsələlərə. Proqramlar Kahoot və TestMaker. Kahoot proqramı və TestMaker proqramı bizim test yazmaq üçün istifadə etdiyimiz proqramlardır. Kahoot interaktiv, çox belə maraqlı bir proqramdır. Bəlkə bəzilərinizin məlumatı var Kahootla bağlı. Dərsdə rəqabət yaratmaq üçün, dərsin daha maraqlı keçməsi üçün bir çox müəllimlər tərəfindən istifadə olunan bir proqramdır. Şagirdlər Kahoot üzərindən testə qoşulur, canlı formada testləri işləyirlər və orada davamlı bir sıralama olur. Kim birincidir, kim ikincidir və s. Hər kəs öz sıra nömrəsini görə bilir və maraqlı bir formada testləri yazıb bir növ şagirdlər orada bir-birləri ilə yarışırlar. Nümunə göstərəcəm. TestMaker proqramı, bu isə vaxt ilə sınaq işləmək üçün istifadə etdiyim bir proqramdır. Şagirdləri bu proqramda qeydiyyatdan keçirirəm. Hər bir şagirdə xüsusi kod göndərirəm. Həmin kod vasitəsilə onlar TestMaker-da qoşulub testləri yaza bilirlər. Qeyd edim ki, TestMaker üçün hansısa bir proqramı kompüterə, telefona quraşdırmağa ehtiyac yoxdur. Birbaşa mənim göndərdiyim, WhatsApp qrupuna göndərdiyim link vasitəsilə keçib işləyə bilirsiniz. Birazdan hər ikisini göstərəcəm, amma artıq istəyirəm bu hissəni bir yekunlaşdıraq. Burada son olaraq ümumi qaydalar qeyd etmişəm. Bunlar çox önəmlidir. Dərsdə maksimum nəticə almaq üçün nə etmək lazımdır?
Dərsə vaxtında qoşulmaq lazımdır ki, heç bir şeyi itirməyəsiz. Verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır və tam işləmək lazımdır. Başa düşülməyən məqamları dərsdə soruşmaq lazımdır. Sınaq nəticələrinə əsasən zəif mövzuları təkrarlamaq lazımdır. Baxın, başa düşülməyən məqamlar. Onlayn dərslərin fərqli formaları var. Bəzi müəllimlər onlayn dərslərdə sadəcə video izah göndərirlər və şagird məsələn belə deyək, mikrofon vasitəsilə səsli formada sual verə bilmir. Amma Zoom vasitəsilə olan dərslərin belə bir üstünlüyü var ki, siz istənilən zaman mövzunun izahında və ya test həlli izah olunan zaman mikrofonu açıb deyə bilərsiniz ki, bu hissəni başa düşmədim və ya tutaq ki, öz başqa təklifiniz ola bilər. Məsələn, testin başqa bir həllini fikirləşmiş ola bilərsiniz və s. Yəni Zoom vasitəsilə olan dərslərdə siz daha sərbəstsiz, daha rahat şəkildə suallarınızı verə bilirsiniz. Eyni zamanda hər dəfə sınaqları işləyəndən sonra baxmalısınız ki, sizin əsasən səhv yazdığınız bölmələr hansılardır və təbii ki, həmin bölmələri təkrarlamaq lazımdır. İndi isə keçirik digər məsələlərə. Burada gördüyünüz kimi Kahoot və Testmaker-la bağlı 2 dənə link yerləşdirmişəm. Bunları mən sizə göstərəcəm, amma ondan əvvəl istəyirəm ki, sürətli formada belə bir şey eləyək. Mən bayaq sizə sayt demişdim, virtual-kurs.com. Bax, böyük formada burada saytın adını görürsüz. Bu mənim saytımdır. Bura daxil olsaz, baxın, telefondan, kompüterdən fərqi yoxdur. Sağ tərəfdə informatika hazırlığı belə bir şəkil görəcəksiniz. Bunun üzərinə klikləyəsi olsaz, burada artıq hazırlıqlar haqqında detallı məlumat, həmçinin mənim WhatsApp nömrəm də burada var. Qeydiyyat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, qeydiyyatı valideynlər vasitəsilə aparırıq. Birinci mərhələdə valideynlərlə danışıram. Qaydalar, şərtləri, hər şeyi valideynlərə göndərirəm. Əgər qaydalar, hər şey valideyn üçün aydındırsa, valideyn şərtlərlə, qaydalarla razıdırsa, birinci növbədə WhatsApp qrupumuza valideynin nömrəsi əlavə olunur. Daha sonra isə dərslərin başlamasına 1 həftə, 10 gün qalmış şagirdlərin nömrələri WhatsApp qrupuna əlavə olunur. Yəni proses bu şəkildə gedir və indi isə keçək burada olan Kahoot və Testmaker-la bağlı nümunələrə. Kahoot-u dərsdə canlı formada adətən işləyirik. Ev tapşırığı olaraq da göndərmək olur. Ev tapşırığı olaraq göndərilən versiyanı mən sizə göstərəcəm. Baxın, mən hər hansı bir link göndərsəm, həmin linkin üzərinə vurursunuz və belə bir şey açılacaq. Telefon, kompüter fərqi yoxdur bu arada. Bundan sonra qarşınızda belə bir pəncərə çıxacaq. Baxın, burada ad soyadınızı yazırsınız. Əgər əvvəlcən adınızı yazmısınızsa yadda saxlayır və tamam gir deyirsiniz. Məndən əvvəl baxın, işləyənlərin, şagirdlərin adları buradadır və mənim də adım artıq burada görsəndi. Suallar qarşıma çıxdı. Deyir ki, 5 bitlik kodla ən çox neçə müxtəlif simvolu kodlaşdırmaq olar? Burada artıq 5 bit 2/5 32 cavabı yazdım və doğru olduğunu qeyd elədi. Baxın, sağ tərəfdə balaca bir ox var. Bu ox vasitəsilə keçə bilərsiniz. Mən hal-hazırda 14-cü sıradayam. Yəni suallara düz cavab yazsam, ASC-də neçə simvol var? Bu açıq sualdır. Baxın, kursoru bura yazıb, bura qoyub 256 cavabı yazıram və göndər düyməsini vururam. Sualı səhv oxudum. Birdən geri qayıdım suala. ASC-də bir simvol neçə bitdir? Bir simvol 8 bit. Mən simvolların sayını yazdım. Davam eləyək. Bir dənə sual. Unicode ilə yazılmış 10 simvol neçə baytdır? 20 baytdır. Bunu yazdım, keçdim. Bax, 17-ci sıraya düşmüşəm. Davam eləyirəm. 45 simvol üçün ən kiçik əlifbanın gücü neçədir? 45-dən böyük 2-nin qüvvətini fikirləşəcəksiniz. 64. Hələ də 17-dəyəm. Digər şagirdlər yaxşı yazıblar deyə yuxarı qalxa bilmirəm. 132 olan əlifbada 7 simvolluq sözün həcmi neçə bitdir? 35 bit olur. 5 vur 7. Baxaq görək, yerim dəyişdi. Hələ də 17-dəyəm. Unicode ilə yazılmış məktəb 6 simvoldur. Neçə baytdır? 12 bayt yazdım. Və 16 sadəcə bir pillə yuxarı qalxa bildim. Baxın, yuxarıda ilk 5-liyi görürsünüz. Bir dənə sualı sürətli şəkildə yazaq. Bunu da yazaq və baxaq. 13-cü sıraya gəldim. Bax, bu şəkildə. Əgər istəsəz sağ tərəfdə baxın, səs var. Səs aça bilərsiniz. Daha həyecanlı, maraqlı olur. Parametrlərə gəlib səs effektləri, musiqi, bunları açıb bağlaya bilərsiniz. Məsələn, istəsəz musiqini buradan birbaşa bağlaya bilərsiniz. Və ya səsi buradan bağlaya bilərsiniz. Belə, bu Kahoot-dur. Dediyim kimi, bu şəkildə ev tapşırığı kimi də işləmək olur və yaxud da bunun əvəzinə canlı formada işləyə bilirik. İndi Testmaker vaxtla olan sınaqlar haqqında, baxın, yenə mən qrupa link göndərirəm. Həmin linkin üzərinə klikləyəndə sizi brauzerə yönləndirir və belə bir pəncərə açılır. Birinci növbədə bura baxın, testin adı burada yazılıb. 13.6 dövr operatorları while for, müddət 50 dəqiqə, testi hazırlayan Sübhan Musayev, başlama tarixi, bitmə tarixi. Burada öyrənci erişim kodu var. Hər bir şagirdə mən xüsusi bir kod göndərirəm. İndi özüm üçün olan kodu burada yazacağam. Bunu yazdım və təhlükəsizlik 8867.
Bu təhlükəsizlik üçün olan bir əməliyyatdır. 88-67. Bundan sonra giriş deyirsiniz və artıq suallar sizin qarşınızda açıldı. Yuxarı orta hissəyə baxın. Artıq geri sayım başlayıb. Burada vacib bir məsələ, geri sayım başladısa siz sınağı yarıda saxlaya bilmirsiniz. Yəni mütləq axıra qədər bu sınağı işləməlisiniz, tamamlamalısınız. Kompüter və ya telefon fərqi yoxdur. İkisindən də qoşula bilərsiniz. Kompüterlə qoşulmusunuzsa kontrol düyməsi və mausun təkərini fırlatmaqla ya da aşağıdakı düymələr vasitəsilə miqyası artırıb azalda bilərsiniz. Bundan sonra burada hərəkət edib cavabları sol tərəfdən yazırsınız. Kompüterdə ekran böyükdür və rahat şəkildə belə işləyə bilirsiniz, amma telefonda biraz problemlər, çətinliklər ola bilər. Bu cavab kağızı sualların üstünü bağlaya bilər. Onda bax kiçik deyirsiniz və aşağıda görürsüz qələm var. Bu qələmin üzərinə vuranda təzədən açılır. Orta tərəfdə qalan vaxtınız görünür, sağ tərəfdə sizin ad soyadınız görünəcək. Sağ aşağı tərəfə baxın. Testi tamamla düyməsi var. Buradan da testi yekunlaşdıra bilərsiniz. İndi gəlin nümunə üçün burada bir neçə dənə testə təsadüf olaraq cavab yazaq. Və indi testi tamamla düyməsini vuracağam. Ümumiyyətlə belə bir şey deyim. Ola bilər ki, siz testləri yazırsınız və vaxt bitir. Tutaq ki, bir sualınız qalmış, vaxt bitdi, çatdıra bilmədiniz. Sonuncu suala qədər digər hamısının cavablarını yazmısınızsa, sistem avtomatik yazdığınız cavabları qəbul eləyir. Yəni testi tamamla düyməsini vura bilməsəz də yazdığınız cavablar silinmir, qəbul olunur. İndi testi tamamla deyirəm. Təsdiq eləməyinizi istəyir. Təsdiqləyirəm. Bundan sonra isə mənim nəticələrim görsənəcək. Burada gördüyünüz kimi 4 dənə suala düz cavab vermişəm. Təsadüfi yazmışdım variantları. Səhvlərin sayı 5, boş 21 dənəsində boş saxlamışam. Kağızı incələ düyməsini vursam, suallara yenidən baxa biləcəm. Baxın burada hansı sualları düz, hansıları səhv yazmışam. Birinci sual görürsüz A yazmışam, amma B imiş. Altından xətt qoyub görürsüz düzgün cavabın. Cavab B imiş. İkinci suala B yazmışam, düz yazmışam. 3-ü düz yazmışam. 4-ə D yazmışam, düzgün cavab A imiş. Bax bu şəkildə incələyə bilirsiniz. Və bu da belə. İndi isə keçəcəyik növbəti mərhələyə. Növbəti mərhələdə mən sizə School haqqında danışacağam. School nədir? Necə istifadə etmək olar? Bu arada qeyd edeyim ki, School təkcə mənim abituriyentlərim üçün yox, istənilən şəxsin istifadə edə biləcəyi bir platformadır. Qeydiyyatdan keçib axtarış yerinə Sübhan Musayev yazıb axtarsanız mənim icmamı görəcəksiniz. Bundan sonra müraciət göndərirsiniz, mən müraciəti təsdiqləyirəm və siz artıq icmaya üzv olursunuz. Hal-hazırda mən bu videonu çəkəndə bu icmaya 372 nəfər qoşulub. Bunlardan bəziləri 10-11-ci sinif abituriyentləri, bəziləri isə informatika müəllimləridir. Yəni istənilən şəxs qoşula bilər. Bir dənə burada qaydamız var ki, qeydiyyat zamanı ad və soyadınızı düzgün Azərbaycan şriftləri ilə yazın. Ad, soyad düzgün yazılmasa, o zaman icmaya qəbul olunmursunuz, təəssüf ki. Ümumi olaraq görünüş bu şəkildədir. Telefonlar üçün School'un tətbiqi də var. Həmin tətbiqi də endirə bilərsiniz. Telefonda olanda daha rahat olur. İndi gəlin mən sizə qeydiyyat haqqında sürətli şəkildə danışım. Əgər siz School'a ümumiyyətlə üzv deyilsinizsə, qeydiyyatdan keçməmisinizsə, baxın school.com yazırsınız və School'a daxil olursunuz. Burada adını görürsünüz. Yazılışına diqqət eləyin. School. Bu ikinci hərfi bəzən qarışdırırlar. Və sizi belə bir şey qarşılayacaq. Burada müxtəlif icmalar və s. var. Axtarış eləyə bilərsiniz, kimsə tapa bilərsiniz və s. Mən öz icmamın linkini bu videonun aşağısına da yerləşdirəcəm. O link vasitəsilə də qoşula bilərsiniz. Və görürsüz sağ tərəfdə login var. Əgər təbii ki, sizin hesabınız aktivdirsə, mən brauzeri yenidən açım. Baxın, burada School yazıb girirəm. Burada mən sizə başqa bir hesab göstərəcəm, öz hesabım deyil. Görürsünüz, Natiq Məmmədov adında başqa bir hesabdır, başqa bir şəxsin hesabıdır. Əgər hesabınız varsa, daxil olursunuz və bu şəkildə sizi icma qarşılayır. Siz ola bilər ki, bir neçə icmaya qoşulmusunuz. Baxın, yuxarı tərəfdə hansı icmada olduğunuz yazılır və buradakı ox işarələri var yuxarı aşağı. Bunun üzərinə vurub, sadəcə burada mənim icmam var. Başqa icmalara qoşulsanız belə siyah olacaq. İcmalar arasında keçid eləyə bilirsiniz. İndi isə gəlin qeydiyyat məsələsinə bir sürətli şəkildə baxaq. Baxın, sağ tərəfdə login var. Bunun üzərinə vurdunuz. Birinci növbədə sizdən soruşur ki, deyir ki, School'a daxil ol. Əgər sizin əvvəlcədən qeydiyyatınız varsa, elektron poçt ünvanınızı, parolunuzu yazıb daxil ola bilərsiniz. Amma School'da ümumiyyətlə indiyə qədər qeydiyyatdan keçməmisinizsə, sağ tərəfə baxın, sağ aşağı hissəyə sign up for free deyir. Bunun üzərinə vurursunuz. Bundan sonra belə bir pəncərə sizi qarşılayacaq. Adınız, soyadınız, elektron poçt ünvanınız və bir dənə parol təyin edirsiniz. Ad və soyad, bayaq dediyim kimi ad və soyadınızı tam və Azərbaycan şriftləri ilə yazın qeydiyyat zamanı. Bu çox önəmlidir. E-mail adresi məsələsi də çox önəmlidir. Elektron poçt ünvanını aktiv istifadə etdiyiniz bir ünvan olsun bu. Unutmayın. Yəni unutsaz sonra problem olacaq, sistemə girə bilməyəcəksiniz. Yeni bir hesab aça bilərsiniz. Amma indi School'da bizim istifadə etdiyimiz vəsait var da, kurs var. Tutaq ki, siz qeydiyyatdan keçdiniz, həmin kursu aldınız. Kursa ödəniş eləmisiniz axı. Sonra siz qeydiyyat məlumatlarınızı itirsəz, başqa bir hesab açsaz, kursu görə bilməyəcəksiniz. Kurs köhnə hesabdan alındığına görə. Ona görə qeydiyyat zamanı diqqətli olun.
qeydiyyat məlumatlarını yadda saxlayın. Bura yazacağınız elektron poçt ünvanı davamlı istifadə etdiyiniz bir elektron poçt ünvanı olsun. Deməli, ad, soyad, davamlı istifadə eləyəcəyiniz, itirməyəcəyiniz, parolunu unutmayacağınız bir elektron poçt ünvanı və parol. Buradakı parol elektron poçt ünvanınızın parolu deyil, School-a giriş üçün yeni bir paroldur. Parol təyin edirsiniz. Parolda harasa yazın ki, yaddan çıxmasın və sign up deyirsiniz. Bundan sonra 2 dənə şey olacaq. Sizdən bir bioqrafiya hissəsi, bio hissəsi olacaq. Oranı doldurmağınızı istəyəcək. Müəllim, tələbə, artıq nəsilsə, məsələn, özünüz haqqında qısa bir şey yaza bilərsiniz və ya adınızı təzədən yaza bilərsiniz. Bir də profil şəkli məcburidir. Öz şəkliniz yaxud da hər hansı bir simvolik şəkil, profil şəkli əlavə eləyirsiniz. Bundan sonra isə artıq qoşulacaqsınız mənim icmama. Dediyim kimi axtarış hissəsinə Sübhan Musayev yaza bilərsiniz və ya icmanın linkini əlavə eləyəcəm. Həmin link vasitəsilə videonun açıqlamasına qoyacağam linki. Həmin linki vurub birbaşa icmaya qoşula bilərsiniz. Deməli, indi keçək digər hesaba. Baxın, artıq sizin qeydiyyatınız varsa, bax, belə bir görüntü qarşılayacaq sizi. Və indi icmanın linkini də mən göstərim sizə. İcmanın linkini indi kopyaladım. Baxın, siz linkin üzərinə vuranda elə birbaşa gəlib bu hissəyə çıxacaqsınız. Burada icma haqqında bir ümumi məlumat var və join qrupa qoşul düyməsi var. Bunu vurursunuz. Ad soyadınız hər şey qaydasındadırsa, düz yazmısınızsa, o zaman böyük ehtimal ki, gün ərzində sizin müraciətiniz qəbul olunacaq. Müraciətiniz qəbul olunandan sonra artıq siz icmadan tam şəkildə istifadə edə biləcəksiniz. Baxın, bu hissəyə gələcəksiniz. Buradan Sübhan Musayevi seçdiniz. Mənim icmamı görürsünüz. İndi misal üçün ana səhifədəsiz. Burada community, burada classroom bölmələri var. Baxın, aşağıda kateqoriyalar var. Misal üçün kateqoriyalardan test kateqoriyası var. Bunun üzərinə vursanız testləri işləyə bilərsiniz. Burada olan testlər vaxtla olur. Məsələn, bir paylaşıldığı müddətdən bir 10 gün sonra artıq işləmək mümkün olmur. Məsələn, sual ver kateqoriyası var. Burada hər hansı bir sual verə bilərsiniz. Məsələn, şagirdlər burada nəsə bir şey, sualın şəklini və s. paylaşa bilirlər. Məsələn, ikinci cəhdə hazırlaşanlar üçün hal-hazırda bildiyiniz kimi ayın 12-si, mən ayın 4-ü çəkirəm bu videonu. İyulun 4-ü. İyulun 12-si imtahandır. İkinci cəhd üçün burada müxtəlif gördüyünüz kimi paylaşımlar eləmişəm. Misal üçün, dərs 6, kahot yazmışam. Burada əməliyyat sistemləri ilə bağlı kahotlar var. Bunların üzərinə vurub bu kahotları biraz əvvəl göstərdiyim formada işləyə bilərsiniz. Yay hazırlığı var. Hazırlığıma yeni qoşulan abituriyentlərdən ötürü nəzərdə tutulmuş tapşırıqlar burada var. Misal üçün, 3-cü həftənin ev tapşırığı, say sistemləri və baxın, burada yuxarıda görürsünüz, 6 saat sonra kahot var. Sınaq var, yəni canlı kahot var. Say sistemləri ilə bağlı 6 saat sonra kahot olacaq. Məsələn, əgər videonu o vaxta qədər görsəz və burada qeydiyyatdan keçsəz, siz də bu canlı kahota qoşula bilərsiniz. Say sistemləri ilə bağlı biliklərinizi yoxlaya bilərsiniz. Elan hissəsi, ol hissəsinə vuranda bütün paylaşımları burada görəcəksiniz. Yuxarıda gördüyünüz kimi hədiyyə və s. belə paylaşımlar var. Və gəldik əsas məsələyə, Classroom bölməsi. Classroomda müxtəlif kurslar var. Bu kurslardan bəziləri ödənişli, bəziləri ödənişsizdir. Baxın, burada informatika icması haqqında, bura daxil olub icma haqqında məlumat ala bilərsiniz. İndi geri qayıdıram. Testlərin işlənməsi və s. Kurslar, burada olan kurslar haqqında məlumat var. Burada informatika testləri var. Bu kurslardan, məsələn, informatika testləri kursu ödənişsizdir. Üzv olan kimi, baxın, burada Python və alqoritmlə bağlı testlər var. Daxil olub bu testləri işləyə bilərsiniz. Dediyim kimi, kompüter, telefon fərqi yoxdur. İkisindən də testləri işləmək, videolara baxmaq mümkündür. Məsələn, Python-a daxil oldunuz. Ən 3-cü başlıq. Bura gəldik. Baxın, burada testlər artıq sizin qarşınızda açılacaq. Məsələn, ən axıra gedək. Ən axır 102 dənə burada sualı var və aşağıda cavabları görürsüz. Bölmə təkcə bu deyil təbii ki. Baxın, digər bölmələr də var. Bu şəkildə bölmələrə daxil olub işləyə bilərsiniz. Dediyim kimi, bu ödənişsiz kursdur. Amma bundan sonra baxın, aşağıda 1, 2, 3, 4, 5, 6 dənə kurs var. 6-cı kurs hal-hazırda informatika test toplusudur. Üzərində işləyirəm, o gizlidir, daxil ola bilməyəcəksiniz. Nə vaxt ki, bu hazır oldu, ondan sonra açılacaq. Digər kurslar isə ödənişli kurslardır. Əgər siz kursu almısınızsa, baxın, bu hesabda mənim 2 dənə kursum alınıb. Python və alqoritm kursumu alıb bu hesabın sahibi. Bir də Excel kursum var. Bu arada imtahan üçün deyil. Praktik olaraq hansısa bir sahədə işləmək istəyənlər, universiteti bitirib iş axtaranlar üçün, Excel-i öyrənmək istəyənlər üçün nəzərdə tutulub. İmtahanla bağlı bir şey deyil. İmtahanla bağlı olan kurslar, bax bu 1, Python və alqoritm 2, izahlı qəbul və sınaqlar 3, bax bunlardır, bu 3 dənəsidir. Və bizim əsas vəsaitimiz, bax bu birincidir. İnformatika kursu, müəllim və abituriyentlər üçün adlı kursdur. Kursu əldə etməkdən ötürü nə edirsiniz? Kursun üzərinə vurursunuz. Bu zaman informatika kursu müəllim və abituriyentlər üçün, baxın, bu yuxarı hissədə gördüyünüz kimi kursun adı açılır. Aşağı tərəfdə kurs haqqında bir qısa məlumat var. Əgər siz bundan əvvəl
School-da nəsə almısınızsa, hansısa bir kurs almısınızsa, o zaman kart məlumatlarınız yadda saxlanacaq. Əgər kart məlumatları başqa kartla almaq istəyirsinizsə və ya daha əvvəl heç nə almamısınızsa, o zaman sizdə görüntü belə olacaq. Və ödəniş eləmək, kartla ödəniş eləmək çox sadədir. Bu arada bəzən soruşurlar ki, bu ödəniş dollarla yazılıb da burada. Manat kartı ilə ödəniş eləmək olarmı? Olar. Bütün valyutalarla ödəniş eləmək olur. Kartında nə kart olması önəmli deyil yəni. Əmək haqqı kartı ola bilər, hər hansı başqa banklardan aldığınız debit kartlar və s. hər hansı bir şey ola bilər. Kart məlumatlarını yazdınız bura. Bundan sonra standart bitmə tarixi, CVC axırda olan 3 rəqəmli kod yazırsınız, buy now deyirsiniz. Ödəniş kart hesabınızdan çıxılır və bundan sonra artıq bu görürsüz qıfıl işarəsi götürülür və bunun kimi normal şəkildə kursa daxil olub baxa bilirsiniz ki, kursun tərkibini indi göstərəcəm sizə. Bu belə. Digər bölmələr kalendar hissəsi var. Kalendar hissəsində hansısa bir canlı yayın və ya canlı test və s. olanda burada onu görürsüz. Üzərinə vurub məlumat ala bilirsiniz. Nə vaxt başlayacaq, nə qədər qalıb. Ümumiyyətlə dediyim kimi baxın community ana səhifə. Burada Kahoot'un başlamasına 6 saat qaldığı yazılıb, qeyd olunub. Yəni bu yuxarı tərəfə qoyulur ki, heç kəsin yadından çıxmasın. Kahoot haqqında hamının məlumatı olsun. Classroom bölümündə dediyim kimi kurslar var, kalendar bölümü, members bölümündə istifadəçilər var, yəni icmanın üzvləri. Siz about hissəsinə girsəz icma haqqında məlumatı görəcəksiniz. Belə, School haqqında deyəcəklərim bu qədər. Dediyim kimi qeydiyyatdan keçəndə diqqətli olmaq lazımdır. Əsas qeydiyyat məlumatlarınızı yaddan çıxarmayın və indi isə gəlin əsas dərs vəsaiti olaraq istifadə edəcəyimiz kursun içərisini sizə sürətli göstərim. Deməli, öz hesabıma keçdim, Classroom bölümünə gəlirəm. Buradan kursumuz informatika kursu. Bunun üzərinə klikləyirəm. Baxın, burada bölmələrdən biri açıqdır. Bütün bölmələri bağlayım hələ ki. Sol tərəfə diqqətlə baxsaz, baxın burada mündərizət var. Kitabın mündərizəti kimidir? Gördüyünüz kimi. Yəni, məsələn, özü müstəqil hazırlaşan bir abituriyent tutaq ki, və ya müəllim, MİQ yaxud da sertifikasiya imtahanına hazırlaşan müəllim bu kursu alıb, ümumiyyətlə məni tanımır. Yəni hər kəs bu kursu ala bilər. Məni tanısaz da, tanımasaz da önəmli deyil. Mənim hazırlığımda olmağınız vacib deyil. İstənilən şəxs necə ki gedib kitab mağazasından kitab alırsınız, o şəkildə bu kursu ala bilər. Birinci bölmə informasiya və informasiya prosesləridir. Baxın, üstünə vuranda buradan alt bölmələri görürsüz və uyğun olaraq bölmələrə daxil olub videolara baxıb, burada PDF material var, PDF-i endirib, PDF-dən, videodan istifadə edib mövzunu öyrəndiniz, sonra isə keçirsiniz testləri işləyirsiniz. Yəni ardıcıllığına mövzunu öyrən, test işlə. Baxın, 2 dənə ayrı-ayrı test var. Hər bölmənin aşağısına gəlib düşsəz, testlərin cavablarını da görəcəksiniz. İndi məsələn başqa bir bölməyə keçsək, məsələn önəmli olan bölmələrdən biri alqoritm bölməsi. Yenə gördüyünüz kimi burada alqoritmlə bağlı olan videonu görürsüz. Yenə aşağıya düşürsüz, yenə digər videonu görürsüz bu şəkildə. Videonu işə salım, gəlin bir səs bağlıdır. Baxın, mən yazaraq burada izah edirəm, göstərirəm. Biraz qabağa doğru çəkim. Səsi də açım, qısa bir 5 kiçikləri. Məsələn, belə fikirləşin. Tutaq. Belə. Yəni qısacası buradan videolara baxdınız və sonra gəlirsiniz, başlayırsınız testləri işləyirsiniz. Ümumi kursun forması budur. Mənim əvvəl kitablarım var idi. İnformatika ilə bağlı bir neçə kitabım olub satışda. Hal-hazırda artıq kitabların üzərində işləmirəm. Əsasən burada gördüyünüz kursun üzərində işləyirəm. Çünki düşünürəm ki, School kursu kitabdan daha önəmlidir, daha üstündür. Niyə görə belə düşünürəm? Bu haqqda da sizə məlumat verim. Baxın, bu il 2026-cı ildə proqramda, informatika qəbul proqramında biraz dəyişikliklər olacaq. Növbəti il 2027-ci ildəki qəbul imtahanı biraz fərqli olacaq. Belə ki, bu imtahanda Python-da iç-içə dövrlər, break, continue kimi təzə şeylər əlavə olunacaq imtahana. Yəni yeni mövzu əlavə olunacaq. İç-içə dövrlər, break, continue, Excel-lə bağlı eyni formada yeni anlayışlar əlavə olunacaq. İndi təsəvvür edin ki, siz gedib keçən il bir kitab almısınız. Kitabların da qiyməti artıq ucuz deyil. 12 manat, 15 manat bu civarda ödəniş edirsiniz, bəzən daha baha. Və bir il hazırlaşdınız 10-cu sinifdə, 11-ci sinifə keçəndə dedilər ki, proqram dəyişib, yeni şeylər əlavə olunub, gedib yeni kitab almalısan. Sən həm gedib yeni test toplusu alırsan, həm gedib nəzəriyyə kitab alırsan, amma School-da vəziyyət biraz daha fərqlidir. Misal üçün Python-a yeni bir bölmə əlavə olunubsa, mən bu davamlı olaraq belə deyək də güncəllənə bilir, yeni şeyləri bura əlavə edə bilirəm. Python-da İç-içə dövrlər. Mən həmin mövzunun videosunu və testlərini bura əlavə edirəm. Sən bir dəfə artıq bu kursu almısansa, bundan sonra mənim əlavə edəcəyim hər şey sənin hesabında da avtomatik görünəcək və ondan ötürü əlavə ödəniş eləmək məcburiyyətində deyilsən. Amma kitab alanda dediyim kimi vəziyyət fərqlidir. Yeni şey əlavə olundu, artıq köhnə kitab işə yaramır, gedib yeni kitab almalısan. Ona görə bax, maddi olaraq da bu kurs çox faydalıdır. Yəni
qiymət 12 dollardır. İstənilən halda 2 dənə kitabın qiymətindən daha ucuz gəlir bu və eyni zamanda burada 35 saatdan yuxarı video material var. Yəni kitabdan belə bir şey də gözləyə bilməzsiniz. Testlər var, video izahlar var. Yəni hansı formada fikirləşəsə olsanız, School kursu kitabdan daha üstündür. Bax bayaq dediyim kimi, ona görə də mən artıq kitablar üzərində işləmirəm. Satışda bəlkə əvvəldən qalan kitablarım var, bilmirəm, amma artıq bundan sonra kitablarım olmayacaq və ancaq School kursları üzərində işləyəcəm. Belə, ümid edirəm ki, video sizin üçün faydalı oldu. Dediyim kimi, əgər yazılı formada məlumat almaq istəyirsinizsə, virtual-kurs.com saytına daxil ola bilərsiniz. Buradan hazırlıqlar haqqında məlumatları oxuya bilərsiniz. Aşağı hissəyə düşsəz, burada əlaqə nömrəmi görəcəksiniz. Qeydiyyat zamanı ilk öncə valideynlərlə əlaqə saxlayırıq. Valideynlərin nömrələrini götürürəm və imtahana 1 həftə 10 gün qalmış şagirdlərin nömrələri qruplara əlavə olunur. Dərslərimiz sentyabr ayının əvvəlindən başlayır. Qeydiyyata isə adətən iyul ayının əvvəllərindən başlayıram. Aşağıya doğru düşəsə olsanız, əvvəlki il olan imtahan vermiş şagirdlərimin 2025-2024 imtahan vermiş şagirdlərimin nəticələrini görəcəksiniz ki, biraz əvvəl bu nəticələrdən 2025 aid olanları sizə göstərdim. Bu qədər. Artıq bu videonun sonuna gəlib çatdıq. Sağ olun. Kanalımda olan növbəti videolarda görüşərik.